Həc edənlərə həci deyə müraciət etmək nə dərəcədə düzgündür? Elhamdülillah. Düzgün deyil. Həc edənlərə həcdən sonra qayıdıb ona rütbə kimi adın qabağına həci qoymaq. Həci filan kəs gəldi, həci filan kəs oturdu, durdu və s. Düzgün deyil. Nəyə görə? Bir çox səbəblərə görə. Birincisi, bizim Peyğəmbər sallallahu aleyhi və səlləm, onun bütün sahabələri həc etmişdilər. Baxmayaraq, Peyğəmbər sallallahu aleyhi və səlləm məsələn bir dəfə elədi həc. Sahabələrin çoxusu da az eləyir, bir-iki dəfə bəlkə eləyir. O vaxt çətinliklə eləyirdilər. Bugün oturursan təyyarəyə, gəlirsən bir gün oradasan. Onlar neçə ay gedirdilər səfər, əziyyətlə edirdilər həc, sonra qayıdırdılar. Baxmayaraq bu əziyyəti heç biri bir-birinə demirdi. Həci Ömər, Həci Əbu Bakır, Həci Əli, Həci Muhammed sallallahu əleyhi və səlləm. Heç kim müraciət eləmirdi. Yəni xeyirli əməl olsaydı, onlar bunu eləyərdilər. Bu bir. İkincisi, hətta ərəb dilinə baxanda həc, yəni həc edəndir. Sən bəli, orada olanda həc edənsən. Amma sən qurtardın, qayıtdın, artıq qurtardın həccin. Sən həmişə müraciət etmək ki, həci filan kəs və s. düzgün deyil. Sən artıq həcci qurtarmısan. Bu nəyə bənzərdir? Onda biz deyək ki, namaz qılan filan kəs, namaz qılan belə biz demirik axı. Ya zəkat verən filan kəs gəldi. Düzgün deyil belə müraciət etmək. Üçüncüsü burada nədir? Burada həmçinin insanı ibadətə görə tərifləmək və ondan da pisi nədir? Bunu sevmək. İnsan sevir ki, onu belə çağırsınlar. Biz bir əməl edirik, biz bilmirik. Allah subhanahu wa ta'ala onu qəbul edir ya yox. Allah subhanahu Quran-ı Kərimdə möminləri vəsf edərək deyir ki, onlar deyir Allah yolunda pul xərcləyirlər. Və qulubuhum vecilə. Qəlbləri qorxur. Qorxur ki, bilmirlər Allah qəbul edir ya yox. Sən isə gəlsən deyirsən mən həcci deyil, mən həcci filan kəsəm. Yəni iddia edirsən ki, sənin həccin Allah qəbul edir, sən belə gözəl, kamil insansan və s. Düzgün deyil. Müsəlman gəlir təvəzzükar olsun. Ümumiyyətlə xeyir əməllərini gizlətsin. Onu tərifləyəndə də xoşlamasın onu. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qardaşının üzünə tərifləyəndə ona ziyan vurursan. Hətta misal gətirib ki, at onun üzünə torpaq ki, eləməsin onu. Bu səni əslində ziyan vurur. Onun mömin gərək təvəzzükar olsun. Əlbəttə ki, belə şeylərdən gərək insan, müsəlman uzaq olsun. Tərifdən və s. Allahdan sadəcə istəsin ki, Allah onun bütün ibadətlərini qəbul eləsin. Salam.